Əziz dostlar, bildiyiniz kimi cəmiyyət ailələrdən təşkil olunur. Yəni, ailədə olan böhran, yəni cəmiyyətdə olan böhran. Bunlar arasında bir rabitə var. Əgər qabaqki söhbətlərimizi izləmişsinizsə, biz neçə dəfə 20-30 sənədi, 2030 sənədi haqqında danışmışıq. Bizi necə idarə edir düşmən, süni böhran yaradır cəmiyyətdə, bunun səbəbi nədir, niyə bunu edir? Bu haqda biz geniş məlumat vermişik. Baxın, Azərbaycan cəmiyyətinin ən böyük problemi bir gün onun çörəyi, nə bilim, geyimi, içməyi, işsizliyi, bu kimi məsələləri deyil. Təhlil və analiz qüdrətinin ondan alınması, bax, budur ən böyük problem. Təəssüflər olsun ki, müxtəlif vasitələrlə Azərbaycan cəmiyyətinə düşmən nüfuz edib, düşünmə qüdrətini ondan alıb. Bəzən insan bir söz deyir, amma qarşı tərəf ona bir cür münasibət və reaksiya göstərir ki, insan gözləmir bunu. Dərin məsələyə çox səthi yanaşmaq, təhlil qüdrətinin olmamağı, əsl bəla budur. Əgər bizdə bu düzəlsə, digər məsələlər də düzələcək. Peyğəmbərlərin ən böyük məsuliyyətlərindən biri bu idi ki, cəmiyyəti düşünmə qabiliyyətini yuxarı aparsınlar, təhlil qabiliyyətini yuxarı aparsınlar. Peyğəmbərlər fərdlərlə mübarizə aparmayıb, inhiraf cərəyanlarla mübarizə aparıb. Və bugün həqiqi Azərbaycan övladlarının boynuna da məsuliyyət düşür ki, insanlarda və cəmiyyəti düşünmə və təhlil qüdrətini yuxarı aparsınlar. Bəli, Azərbaycan cəmiyyəti dağılır. Səbəb nədir? Çünki ailələr zəifdir, ailələr dağılır. Yenə səbəb nədir? Çünki Azərbaycanın sərvəti var. Düşmən üçün yağlı tikədir. Əhali zərərsizləşdirilməlidir. Düşünmə qabiliyyəti onlarda alınmalıdır. Bir dəfə lamixuza böcəyini bir misal vurdum. Nüfuz et cəmiyyətə, beynini zəhərlə və idarə et. Artıq bu cəmiyyətin düzəlməyi qeyri-mümkün olur. Düşmən belə bir təcrübəni üzərimizdən keçirdir. Baxın, 2030 sənədləri əsasında ailəyə bir cür tərif verilir. Bizim başa düşdüyümüz klassik ailə nədir? Yəni bir kişi ilə qadının ailə həyatı qurmağı, Allah və cəmiyyət və dövlət qabağında məsuliyyət daşımağı müəyyən öhdəliklər boyuna götürür və müştərək həyatını başlayırlar. Amma BMT-nin və UNESCO-nun və bizə bu proqramı verən cəmiyyətlərin, təşkilatların nəzərində isə ailə nədir? Vaxtı dostlar axtarış aparsınlar, sadəcə fikir bildirməyə tələsməsinlər. Onların nəzərində ailə, yəni bir qadınla bir qadın, bir kişi ilə bir kişi və bir qadınla bir kişinin müştərək həyatı. Onlar bu cür başa düşürlər. Ona görə 2030-da əgər ailə üstündə manevr verirlərsə, bizim başa düşdüyümüz klassik, bu adi, normal Azərbaycanlı ailəsi deyil. Hədəf ayrı şeydir və mən ümidvaram ki, dostlar bu haqda özləri bir araşdırsınlar. Mühüm budur. Dostlar özləri təhlil etsinlər, özləri araşdırsınlar. Hətta mənim sözümü də qəbul etməsinlər, otursunlar, 10-15 dənə ədəbiyyatdan, mənbədən baxsınlar, nəticəyə gəlsinlər və qərar alsınlar. Biz bu vaxtda qabaca danışdıq, bu proqramı kimlər fikirləşiblər, nə üçün fikirləşiblər, bu proqramın icrası başlanandan sonra dünyada hansı böhranlar həll olub, hansı problemlər həll olub, problemlər biraz da artıb. 2015-də Azərbaycan proqramı tətbiq etməyə başlamış, hansı problemimiz həll olub, problemimiz biraz da artıb. Bir-iki məsələyə toxunub ailə məsələləri üzrə. Baxın, mən burada özümə qeydlər götürmüşəm. UNICEF, BMT-nin əhali fondu və digər təşkilatlar Azərbaycanda orta məktəblərdə məktəblilərin, xüsusilə qızların, mən üzr istəyirəm bu ifadələrə görə, amma bunları demək məcburiyyətindəyik. Seksual dünya görüşünü yuxarı aparmaq üçün dərslərin qoyulmasını, həmçinin pulsuz prezervativ paylanmasını və ondan düzgün istifadəni öyrətməyi tələb edirlər. Bunu məcburuq deməyə. Biz deməsək, başqaları da demir, mütəssiflər olsun bu məsələni. Həmən idarə olunmuş şəkildə Azərbaycan cəmiyyətini məhvə sürükləyirlər. Həmçinin Azərbaycanda bu qeyri təşkilatların səyi ilə Azərbaycan gənclərinin evlənmə yaş həddi yuxarı aparırlar. Baxın, televiziya, digər mətbuat vasitələrinin köməkliyi ilə Azərbaycan gəncində cinsi həyəcanı şiddətləndirirlər. Və yaş həddini bu məsələlərdə aşağı çəkirlər, aşağı çəkirlər. Və deyirlər ki, bunların haqqı var, orta məktəbdə məsələləri oxumalıdırlar, başa düşməlidirlər, bu cür nüfuz edirlər. Azərbaycan gəncini, ehtirasını qızışdırmaqla dəlilik həddinə çatdırırlar. O vaxt digər yolla isə evlənmə yaş həddini yuxarı çəkirlər. Nə edirlər? Cəmiyyətdə süni dəlilik yaradırlar.
bu cavan nə etməlidir? Məcburdur ayrı vasitələrdən istifadə etsin. Ayrı vasitələrdən istifadə etsin, bəli. Bəs onda deməli bu öyrənməlidir bu hamiləlikdən necə qorunmalıdır. Bu dərsləri qoyurlar və zəncirvari, spiralvari şəkildə həyəcanı yuxarı aparırlar və cəmiyyət artıq bundan başqa heç nə düşünə bilmir. Mən cavanları üzüm tuturam. Məgər həqiqət bu deyil? Bugün Azərbaycan gəncinin beynində şəhvətdən başqa bir şey var. Bu cür idarə ediblər. Bunlar öz uşaqlarımızdır, öz qardaşlarımızdır, öz övladlarımızdır. Bunları bu cür artıq o hədsinə düşünə bilmir. Nə azadlıq, nə qüdrət, nə izzət. Onun beynində bir şey var. Necə bunu, bu ehtiras alovunu necə söndürsün? Niyə bu haqda heç kim danışmaq istəmir? Bu məsələlərə toxunmurlar. Niyə barmaq uzadıb düşməni göstərmirlər? Başımızı qatırlar Fars, Türk kimi söhbətlərə. Faciədir bu, həqiqətən doğrudan da böyük faciədir. Və bu şəkildə deyirəm, spiralvari olaraq cəmiyyətdə böhranı idarə edirlər, həyəcanı yuxarı qaldırırlar. Bu zəmini açır əxlaqsızlığa, bu zəmini açır həmcinsbazlığa. Sonra deyirlər, baxın görün, cəmiyyətdə bu problemlər var, bunun həll yolu olmalıdır. Həll yolu nədir? Bunlara biz legallaşdıraq. Cəmiyyət bu reallığı qəbul etməlidir ki, cəmiyyətdə bu həmcinsbazlıq və s. var. Bu reallıqdır, biz bunu qəbul etməliyik. Bu cür cəmiyyətin beyninə yeridirlər. Bunlar hamısı idarə olunan, düşmən tərəfindən verilmiş proqramlar əsasındadır və bu, mən ziyaları xahiş edirəm, bu məsələləri ciddi götürsünlər. Axı bir gün ölüb gedəcəksiniz, Allah qabağında cavab verməlisiniz. Məsuliyyətiniz var bu xalqın qabağında ya yox? Ancaq gərək bizə sağ ol desinlər, kimlərsə bizə təşəkkür etməlidirlər. Biz bu hədəflə söz deməliyik. Bizim hər halda bir məsuliyyətimiz var xalqın qabağında və Allahın qabağında. Həttəmən biz sabahki nəsillər ya gəlib bizim qəbrimizə tüpürəcəklər. Bir gün çox adam çox söz deyə bilər. Söyüb təhqir edə bilərsə, bu mühüm deyil əslən. Amma sabahki nəsil ya bizim qəbrimizə tüpürəcək, ya təşəkkür edəcək və hələ ondan daha üstün Allah qabağında qiyamət günü biz cavab verməliyik. Allah subhanahu wa ta'ala buyurur ki: "Ellezine amenu ve tetmainnu kulubuhum bi zikrillah, ala bi zikrillahi tetmainnul qulub." İnsan ancaq Allah zikri ilə aramlıq tapa bilər. Cəmiyyət ancaq Allahın zikri ilə aramlıq tapa bilər. Ailə ancaq Allahın zikri ilə aramlıq tapa bilər. Allah üçün yaşasın, Allah üçün ailə həyatı qursun. Onda ancaq bu ola bilər. Yaxşı, şəhvət gəlsə artıq Allaha yer qalmır. Bir beyin ancaq ehtiras haqqında fikirlərsə artıq Allah orada bir nöqtə qədər yer qalmır. Və beləliklə cəmiyyətdən aramlığı aradan aparırlar, ailələr dağılır. Bəziləri də iddia edirlər ki, bəli, bu yaş həddi üçün ki, aşağıda və sarı bu kimi cılız sözlər. Cəmiyyətin ağıl həddi yuxarı getməlidir. Evlənmək üçün yaş həddini yuxarı aparmaqdan öncə ağıl və düşüncə həddini yuxarı aparın.